Deyim ki, dastanlar üçün dəqiq tələb yoxdur. Yəni, dastan yaradıcılığında bu aşıqların öz yaradıcılığıdır, onlar fantaziyada yox edir. Hətta bəzi bir çox tanınmış aşıqlarda da, məsələn, Aşıq Abbas Tufarqanını götürsək, deməli, başqa aşıqlarda da var ki, özləri öz haqqında dastanlar yaradır və bu dastanlar da yaxşı ki, yaradır və bu aşıqların mesela Abbas və Gülgəz dastanı olmasaydı, Aşıq Abbas Tufarqanının şeirlərini çox gəlib bizə çatmazdı. O dastana yerləşdirir və o şeirləri gəlib bizə çatır. Yəni, bu dastan yaradıcılığı doğrudan da şifahiyyətlər olacaqda mühüm yer tutur. Ben tanış oldum burada iki tanınmış aşığın birinden deməli yazıya alınıb. Aşıq Fəthullah Göysəli'dən Aşıq Xəlil Qarayolu dilindən görsəndim. Ben bildiğiniz kimi Azərbaycan aşıqları və el şairləri kitabın 2019-cu ildə nəşr olunub. Orada birinci kitabdan fərqli olaraq Göyçə aşığının ödünə həsr olunmuşsa, ikinci kitabda bu Azərbaycan aşıqları və el şairləri kitabında Azərbaycanın bütün coğrafiyasını əhatə etməyə çalışmışam. Göyçə mühitindən başqa həm də məsələn Aşıq Molla Cumalı, Aşıq Hüseyin Bozalqanlı, hətta Qubadlı Qalqanlı, o cümlədən Qarabağ aşıqları ilə ancaq sırf sənədlər əsasında tədqiq edib bu kitabı tərtib eləmişəm. 2019-cu ildə nəşr olunub. İndi aradan keçən bu 6 il ərzində yeni məlumatlar bizə çıxdı. Yeni aşıqlar, bu aşıqların da coğrafiyasını xeyli genişləndirməyə nail oldu və bir yeni nəşr çap etməyə hazırlayanda ilk dəfə olaraq Borçalı aşıq mühitini